Buradadır. Bir dara üzerinde deyirəm, Xəzər müəllim, Qulu müəllim. Haradasınız? 2 dəqiqə axtardım. Sağ olsunlar. Gəlmə deyir, burada yaparcaq. Narahat olmayayım, 2 dəqiqə hazır olacaq. Sağ olun Qulu müəllim. Mənə deyərəm ki, siz arxasız, dayaqsız. Çox sağ olun. Var olun. Bu gözəl isti münasibətimizə görə. Qardaş, bugün sözü sizə verək. Nur Ocağının bir rəhbərlərindən biri kimi. Çox sağ olun. Seyran xanım, təşəkkür edirəm. Mənə söz verdiyinizə görə. Mən də hər kəsi salamlayıram. Qazi qardaşlarım, sözülə xoş gəldilər. Görüşlər oldu. Və Hərbə xanımı əlbəttə ki, başda salamlayıram. Bugün Hərbə xanımın yaradılığına işıqına yerləşmişik. Və belə bilir ki, məlumat ki, Hərbə xanımın təzə kitabı çıxıb. Uğurlu xeyri olsun Hərbə xanım. Davamlı olsun. Mən Hərbə xanım haqqında bu sözləri istəyirəm nəzərdə saxlayam ki, 2022-ci ildən Ramlı xanımdan dəqiqləşdirdim. Belə bir 3 ildir Nur Ocağı məhsindəyəm. Mən gələndə Hərbə xanım bizim məhsində vardı Nur Ocağı məhsində. İstər-istəməz şeylərimizi paylaşırdı, indi hamımız bizim şeylərimizi oxuyurduq. Mən tam məsuliyyətimlə deyirəm ki, Hərbə xanım sözün çəkisini bilən şairlərimizdəndir. Sözə dəyər verən şairlərimizdəndir. Axşam misraları yazıb səhər paylaşan şairlərdən deyil. O şeirini öz ifadəsindən desək, yazır, sonra onu məclisə göndərir, dəmə qoyur, yenə deyir öz ifadəsindən, dəmə qoyur. Çünki o məsuliyyətlə yanaşır. Yəni, üzərə çıxanda belə deyir, bizə söz var, deyir, üzərə çıxanda bir ağırlı çıxır. O deyir ki, orada ola bilər, hər bir şairin yazanda şeirlərdə bir məqam gözündən qaçır, hansısa sözü unutursan. Bəlkə məsələ şair dostlarım daha görəl bir misra var və bir dəfə də yadımdadır, mən hərdən Hərbə xanım şeirlərinə paylaşımda birimizə bir bənd əlavə edirik. Mən adətən Hərbə xanım şeirlərinin axırında bir mühürbət də yazırdım. Hərbə xanım mənə qayıtdı ki, Qulu müəllim, çox sağ ol, mənim elə mühürbətlərimi desə siz yazırsınız. Unuturam onda. Hərbə xanım, bir də sizi təbrik edirəm. Gün o gün olsun ki, sizi belə virtual şəklində yox, canlı görək. Bir dəfə gəlmişdiniz. İnşallah arzulayırıq ki, kitablarınızı da yığasınız, necə deyərlər, çantanıza yığıb gələsiniz. Bu kitablarınızdan da ən şey tanış olaq. Vaxtınızı çoxalmaq istəmirəm. Mən elə istəyirəm, Hərbə xanımın səhifəsinə nəzər saldım. Onsuz da şeirlərinə bələdəm, yəni çox bəyənirəm. Elə qabarmazsam bir şeiri olsun, istəyirəm o şeiri səsləndirəm Hərbə xanım. Şeirin adı Unuda Bilmədim. Hərbə xanım yazır ki, ayları, illəri bir-bir ötürdün. Bu qızı unuda bilmədin axı. Oşuq cavanlığı gözdən itirdin. Bu qızı unuda bilmədin axı. Həsrəti içində büküb gizlədin. Çıxıb xəlvət, yenə gözlədin. Ah çəkib qalsan, hər an izlədin. Bu qızı unuda bilmədin axı. Ömrü gilə-gilə əritsən belə, qəlbin sıxırığın kilsən belə, yığıb xatirəni kürsən belə, bu qızı unuda bilmədin axı. Ağ tellər bir eşqin yadigarıdır, ürək için yanıb zarıdır, bir də ayıldın ki ömür yarıdır, bu qızı unuda bilmədin axı. Bizimki alınmaz, çıx get desən də, Həvva, körpüləri yıx get desən də, əcəlin əlini sıx get desən də, bu qızı unuda bilmədin axı, bu qızı unuda bilmədin. Qələrinizdən gözəl şeirlər sunmuşsunuz, ruhumuza oxşayan şeirlər alırsınız. Bir daha təbrik edirəm.
Bu niye vaxta gidiyor?